Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun dağlıq ərazilərində qarın hündürlüyü 29 sm-ə çatıb. Bu barədə redaktor Azam Muxtar Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Məlumata görə Muxtar Respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 29 Parağacaq Qar uçqunu stansiyasında 7 sm, Şahbuz rayonunun Küşü kəndində 16 sm, Şərurda 5 sm, Sədərək və Kəngərlidə 3 sm, Şərurun Axura kəndində isə 8 sm qeydə alınıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Bu barədə Ölkəza Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 750 metr civə sütununu təşkil edəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə də isti, gündüz 5-9 dərəcə isti. Dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlaması ehtimalı var.